Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve bihi nesta'in ve huve hayru nasirin ve mu'in. Esselamu alel Hüseyin ve ala Ali ibn'l Hüseyin ve ala evladil Hüseyin ve ala ashabil Hüseyin. Hüseyin ey ruhi ba iman, selam olsun sana. Köyneyi pirahəni ba Kur'an, selam olsun sana. Səfi eşqə düzülənlər sənə qurban yaralı. Əli əldən üzülənlər sənə qurban yaralı. Əzalı Məhərrəm ayının birinci günüdür. Əzalı Məhərrəm ayı münasibəti ilə əlaqədar başda İmam Zaman ağa olmaqla bütün Əhl-i Beyt dostlarına, Əhl-i Beyt aşiqlərinə başsağlığı veririk. Hədislərdə var, səhabələrdən nəql olunur. Deyirlər biz İmam Əli əleyhissalamla birlikdə Siffin səfərində yol üstü Kərbəladan keçirdik. Fərat çayının kənarındakı Neynəva kəndinə çatanda deyirlər İmam Əli əleyhissalam dayandı və o yerin adını soruşdu. Dedilər ya Əli, bu yerin adı Kərbəladır. İmam Əli əleyhissalam bunu eşidən kimi o qədər ağladı ki, mübarək göz yaşları torpağı islatdı. Səhabələr deyir, biz soruşdu, ya Əli, bu qədər ağlamağının səbəbi nədir, niyə ağlayırsan? İmam Əli əleyhissalam cavab verərək buyurdu, Cəddin Peyğəmbər mənə demişdi ki, sənin oğlunu Hüseyni Kərbəlada şəhid edəcəklər, onu susuz öldürəcəklər və onun Əhl-i Beytini əsir edəcəklər. Hədislərdə var, İmam Səccad əleyhissalam ölənə qədər atası İmam Hüseyin əleyhissalama və Kərbəla şəhidlərinə ağladı. Hətta bəziləri var idi ki, İmam Səccad əleyhissalamın bu qədər ağlamağına irad bildirirdilər. İmam ona irad bildirənlərə cavab verərək buyurdu, məni qınamayın. Həzrəti Yaqub əleyhissalam oğlu Həzrəti Yusuf əleyhissalamın itkisinə görə o qədər ağladı ki, gözlərinin qarası ağardı və gözləri kör oldu. Halbuki Həzrəti Yaqub Peyğəmbər oğlu Həzrəti Yusufun ölümünə əmin deyildi. Və sonra imam buyurdu, mən öz qohumlarımdan 14 nəfərin bir gündə başının kəsildiyini görmüşəm. Elə bilməyin ki, onların kədəri mənim qəlbimdən həmişəlik silinəcək.